kətçi gedir şəhərə, elə qatardan düşəndə vağzalda şəhərli dostu ilə rastlaşır. Şəhərli dostu deyir, gəl oynayaq. Kətçi deyir, qadı oyalım, elə qatardan indi düşmüşəm, nə oynayaq? Deyir, bir oyun oynayaq da, nərd ataq, dəmini oynayaq, ancaq pulla oynayaq. Deyir, qadı oyalım, sən o gördüyün kətlər döyür da kəndindi, o ağaclar kəsilib, kətdə puluna verir. Deyir, sən necə kətçisən, bir oyun bilmirsən. Deyir, qadı oyalım, mənki sözdür, mənki şeirdir, əfsanədir, nağıldır, tapmacadır. Deyir, gəl tapmacadan oynayaq. Deyir, tapmacadan oynayanlar, deyir, niyə oynamırlar? Gəl tapmaca deyək, kim uduzdu 25 manat versin. Şəhərdə istəyir, nə yolla olsun, bu kətçini udsun. Kətçi deyir, qarda oyalım, mən tapmaca deyərəm, ancaq bir şərtim var. Mən uduzsam, 5 manat verir. Mən kətçi babıyam da az söz bilirəm. Sən udsun, 25 manat verir, çünki sən şəhərlisən, çox bilirsən. Şəhərli deyir, yaxşı. Kətçi deyir, onda qadı oyalım, qoy birinci mən deyim. Deyir, deynən. Kətçi deyir, o nədir ki, göyə qalxanda olur 3 ayaqlı, yerə düşəndə olur 2 ayaqlı. Şəhərli deyir, nətər? Deyir, o nədir ki, göyə qalxanda olur 3 ayaqlı, yerə düşəndə olur 2 ayaqlı. Şəhərli ha billah eləyir, bilmir. Deyir, qardaş, uduzdum, gələ 25 manatı ver. Ancaq bağrım çatlayır, de görüm o əcayib qəraib heyvan nədir. Kətçi deyir, mən də bilmirəm, mən də uduzdum, gələ 5 manatı ver.